Çox qısa bir şey deyəcəm. Hamımız bunu bilirik. Tənbələn böldüyü hissələr. Bunun isbatını verəcəm. Çünki sabah bundan istifadə edib başqa bir düsturun isbatını verəcəm. Ona görə hündürlüyə indiririk. Hündürlüyə indirəndən sonra bu üçbucaq və bu üçbucaqda sahələrdən istifadə edib düsturu isbat edəcəyik. Hündürlüyə indirəndən sonra ilk olaraq bu üçbucaq üçün sahə düsturumuz birinci yaza bilərik. Buna bir L deyək tənbələmizə. A, L sinus alfa böl 2 olacaq. Eyni zamanda nəyə bərabərdir? Burada hündürlüyümüz var. H deyək ona. H vurulsun N-ə bərabərdir. Vurulsun M böl 2-yə bərabərdir. Digər üçün sahə düsturunu tapsaq, o bərabər B, L sinus alfa bölünsün 2-yə bərabərdir. H vurulsun N bölünsün 2-yə. Lövhəm bu tərəfə düşür. Aha. İndi bunları tərəf-tərəfə bölsək əslində düsturun isbatı çıxır. Tərəf-tərəfə böləndə bu ikilər onsuz gedəcək, L-lər gedəcək, sinus alfalar gedəcək. Qalacaq A bölünsün B. Bərabərdir. Bu tərəfdə H-lar gedəcək, 2-lər gedəcək. M bölünsün N. Buradan da çarpaz vurduqdan sonra düsturun bu halında ala bilirik.